Salamlayıram əziz izləyicilər, sizi böyük gələcək kiçik addımlarla verilişinin qonağı istedadlı futbolçu Eşqin Həsənovdur. Salamlayıram ikinci Eşqin səni. Neçənci ildə harda dünyaya göz açmısan? 2015-ci ildə Bakıda anadan olmuşam. Hansı klubda müalicə aparsan? Hal-hazırda Qarabağda. Hansı klubda başlamısan ilk mübarizəyə? Modern. Daha sonra? Sonra da Qarabağ. Neçə nömrə formaya çıxış edilmisən? Modern'də və indi Qarabağda. Modern'də 7 nömrə ilə, Qarabağda da 7 nömrə ilə. Necə oldu futbola başladın? Batanın Modern'in yanında, stadionun yanında dostu var idi. Dedi ki, gəl, gətir Eşqini, orada oynasın. Yox, Eşqin oynamağım. Hə. Mən də apardıq ora, sonra oyna, Qarabağ məni istədi, mən də getdim Qarabağ. Əla. Atılma. Bravo. Üstüne gel. Hayır. Azərbaycanda peşəkar karyeranı davam etdirmək istəsən, hansı klubda davam etdirərsən? Qarabağda. Bəs Azərbaycandan kənarda? Təbii ki, Real Madrid. Yaxşı, hansı ölkənin millisində çıxış etmək istəyərsən? Öz Azərbaycan ölkəmdə. millisində. Kumirin kimdir? Sevdiyin futbolçu kimdir? Ən çox sevdiyin. Cristiano Ronaldo. Yəni 7 nömrə formanı da Ronaldoya görə. Sevdiyin bir ölkə varmı getmək istədiyin, gəzmək istədiyin? Var. Hansıdır? İspanya. İspaniya. Qarabağla indiyə qədər Avropa səfərlərin olubmu? Məncə olub. Bəli. Hansı ölkələrə getmisən? Avstriya və Polşadan qayıtmışıq. Gələn ildə Allahın izni ilə Qazaxıstana, bir də Türkiyəyə gedəcək. Anladım. Polşadan yeni qayıtmısınız. Mən bilirəm. İlk səfərin necə təsərrüfat bağışladı? Yəni Avstriya səfərin. Necə oldu oyunlar? İlk 3-4 oyunumuzu tutduq və sonra bir oyun bərabər qalmalıydıq. Əgər bərabər qalsaq 8-də 1 finala keçəcəkdik. Son dəqiqələrdə vurdular. Uduzduq. Bəs Polşa səfəri? Polşa səfəri yaxşı keçmədi. Uşaqlar çox ciddi yanaşmırdılar. İndi biz ümumiyyətcə 2 dənə kubok qazandıq. 9-cu yer olduq. Yəni istənilən nəticə deyə olmadı da anladığım qədərilə. Amma o birisi günlər Torino, Dinamo Kiyev, sonra Polşanın 2 dənə komandası var idi. Onlar da qələbə ilə, o birisi gün bütün oyunlarımızı yəni qələbə ilə başa vurduq. Amma yenə də istənilən daha artığını edə bilərdiniz yəni. Yanıp bakma oradan. Yadda qalan bir qolun varmı Azərbaycan çempionatında? Var, nə qədər Hansıdır? çoxdur. Sənin üçün özəl olan? Ən sevdiyim Bəli. Efaya vurdum. Çerçevə qol. Akrobatik zərbə ilə. Bir də Sumqayıta. Aha, akrobatik zərbələr. Komanda yoldaşlarından hansı ilə daha yaxşı anlaşa bilirsən? Bu oyun içərisində oyun gözəl alınır səndə. Furkan. Furkan sən. Onunla bir-birinizi yaxşı anlayırsınız və Hücumda çalışırıq, çox pressing eləyək. Çox pasdan çıxaq. Mən həmişə sentrdən başlayanda o arada bir ortada oynayır, ona verirəm. yəni O mənə verir, sinko oynayır. və yaxşı hansı futbolçu var ki, nifrət yox deməzdim buna, qəzəblənirsən ona. Varmı komandada elə bir futbolçu? Eşqə sən necə oxuyursan? Mən 5-ci, 6-ya keçirəm. Həftənin neçə günü futbolla məşğul olursan? Bir həftədə hər gün. Fərdi məşqlərə də gedirsən, bildiyim qədərilə. Bəs hal-hazırda məktəbdə tətil edir. Tətil getməmişdən öncə həftənin hər günü məşğul olduğun futbol təhsilinə mane olurmu? Xeyr. Vaxt tapa bilirsən. Yaxşı, futboldan başqa bir əyləncə növün varmı? İstədiyin bir iş və yaxud da sevdiyin bir iş varmı futboldan hava olaraq? Xeyr. Ancaq futbol.
Vaxt tapa bilmirsən, başqa bir işə vaxt tapma etməyə. Yaxşı, bu sual ənənəvi sualdır, amma hər futbolçunun fərqli reaksiyaları olur. Olubmu xəstə olmusan? Məktəbə getmirsən, amma futbola getmirsən. Olur. Təbii ki. Yaxşı, bunu, bu vəziyyəti məktəbdə sənə bağışlayırlarmı, güzəşt edirlərmi? Bəli. Deyirlər ki, eşqin sən o bizim istedadlı futbolçumuzdur. Mənim də... Öz məktəbimi heç kim çox yaxşı oynamırdı, tək başıma. Komandamı finala apardım. Amma Məktəbə arası çempionatda. finalda 4-3 uduzduq, 3 qolla yadda qalmışdım. Yəni artıq o məktəbdən bir gündə məsələn qalsan ya bir neçə saatda qalsan, artıq müəllimlərin və direktorun yəqin ki sənə edəcəklər bu jesti. Bağla gel. Eşki. Dünya ictimaiyyətində sənə bir şans verilsə, klubu yaratmaq şansı. Klubun adı nə olar? Tərtər. Tərtər. Bəs oyunçuları 4-3-3 sxemi ilə qursaq, qapıdan başlayaq. Qapıda təbii ki Buffon. Cici, Buffon. Sol müdafiələr Maldini, Ramos. Bu tərəfdə sol tərəfdə Carlos, Cafu. Ortada Zidane, Paul Scholes. Bir də David Beckham. İndiyənə qədər heç bir reportajımda Paul Scholes'un adı çəkilməmişdi. Heç bir futbolçu, gənc futbolçu Paul Scholes'un adını çəkilməmişdi. Bəs hücum xətti? Hücum xətti Cristiano Ronaldo təbii ki. O tərəfdə Messi, ortada Ronaldo Nazario. Və yaxşı, o heyətdən satsan futbolçu, hansı futbolçunu çıxarıb özünü çalardın? Ronaldo Nazario çıxardı özümüz. Sırf 9 nömrə kimi özündə var. Bəs komanda yoldaşlarını kimi daxil edərdin həmin o komandaya? Furkan təbii ki. Kimin yerinə? Çətindir. Elə. Çünki Messi. Lionel Messi'ni, Cəbi Giranı da adı keçə olaraq Messi'ni çağırmalıydı. Yəni ki, komandada Messi adı keçələri var, ona görə linç yeməyəcəksən. Komandada ümumiyyətlə çox oyunçu Messi, amma Furkanla biz təbii ki Ronaldo. Ona görə ortaq nöqtə görə tutmusunuz. Amma komandada sən linç bəlkə yedir. Çünki Lionel Messi'ni çıxardıb Furkanı salmağa təbii ki, böyük bir münaqişəyə bəlkə keçirir sıradasan. Təbii işinin zarafatdır bu. U10 liqasında oynayarkən. Bəli. Sizin məşqçiniz kim idi? Şöhrət Yusufov. Çox istedadlı baş məşqçidir. BKÇ falan, BKÇ Hüseyin Sağ. Oğlanız idi bir Şöhrət. Bağışlayın sözünü istəyirəm. Buyurun arada. O vaxt ən yaxşı oyununu siz də çəkmişdiniz. Azərbaycan qartallarındandır. Siz şərh edirdiniz. Son dəqiqədə vurduğumuz qol saymamışdılar. Ona görə birincilik getmişdi. 3-0, 3-1 uduzurduq. Comeback elədik. Şöhrət Yusuf kifayət qədər yaxşı bir cəza yemişdi. 4-4 olmuşdu. Amma sonra hakimin haqsızlığına bir qolumuz saymamışlar. Ümumiyyətlə UEFA-da da çox vaxt Qarabağ haqsızlıq olur. Bəli. Bu əla nöqtəyə toxundu. Interdən həmin oyunu xatırlayıram. 1-1 Qarabağ Qahaman oyunu qolunu saymamış. Həm konferans liqasında da Zubyan qolunu saymamış. Bəli. Top 80 santimetrdən çox qapıya dağılmışdı. Bəli, Qarabağa qarşı kifayət qədər haqsızlıqlar olub. Amma bəli. Həm Qarabağ komandasına qarşı, həm də Qarabağa qarşı. Və hər ikisi indi bizdədir. Hər ikisi bizimdir. Biz Avropa Liqasında rekord qıra bilərdik. Leverkusen'dən oyunda son dəqiqə 5 dəqiqə artırmışlar, amma oyun 11 dəqiqə davam olundu. Yəni 90 dəqiqənin sonunda 5 dəqiqə artırmışlar, amma 11 dəqiqə davam olundu.
Aa, o aslında 2-1 udurduq. 5-ci dəqiqə qurtarmışlar. Bizim Azərbaycan xalqının böyük dəyərlərindən biri bizim sizin kimi qəhrəman övladlarımızdır. Həm yaşıl meydanlarda, həm döyüş meydanlarında, həm Qarabağ komandasını, həm də Qarabağın özünü adını yüksəltdi. Bu, bəli, sən qeyd etdin, əla nöqtəyə toxundun. Mən də səndən burada həm fikirəm, bir Azərbaycanlı olaraq bu fikirlərə hörmətlə yanaşmağa borcluyam və məcburam. Ona sıkılan! Hayır. Sevdiyin bir yemək varmı sənin? Çoxdur. Həddini artın. Saya bilərsən? Hamısını. Ən çox sevdiklərini. Ev yoxsa Fərq etmir. McDonald's sevdik. Sevdiyin bir maşın varmı? Var. Nədir? Atamın sürdüyü Range Rover. Və sevdiyin ölkə? İspaniya demişdim. İspanya'da. Sevdiyin yemək fast fooddur. Yəni McDonald's. Sevdiyin maşın Range Rover və sevdiyin ölkə İspaniyadır. Mən sənə İspaniya yaşamaq hüququ versəm, yəni ömrünün sonuna qədər İspaniyada yaşayacaqsan, bitməyəcəyə qədər McDonald's yeməkləri, yəni çeşidləri və sayını sən təyin edəcək qədər Range Rover versəm. Sadəcə futboldan uzaqlaşmağı desəm. Nə düşünür? Bunu atan istəsə, Heç vaxt. atana qarşı çıxarsan. Yəni futbol oynayarsan. Həmişə. Olubmu ciddi bir zədən? Hal-hazırda indi var. Həmin o zədən sənə futbol oynamağın mane olurmu? Yox, xeyr. Yaxşı, olubmu elə bir zədə ki, həmin zədə anında futboldan uzaqlaşmaq istəyərsən? İstəmirsən. Və yaxud da yorğun olmusan, uzaqlaşmaq istəmirsən. Yorğun. Yəni çox vaxt istəmirəm, yəni yorğun da olsa. Əgər dünyaya yenidən doğulma hüququn olsa, Bəli. nə kimi dünyada olmaq istəyərdin? Yəni, başqa bir sahədə özünü yoxlamaq istəyərdinmi? Ancaq futbol. futbol. Yaxşı, özü bir heyvana bənzətmək istəsən, hansı heyvana bənzədərdin? Qot. What? Keç. Yəni, aynı da nisbətdə də, yəni anladığım qədər. Yaxşı, bir seyirli çubuğum olsa sənə versəm, nə etmək istəyərdin o seyirli çubuqla? Yəni bir istədiyim Bəli, bəli. dünyanın ən güclü futbolçusu, ən tanınan futbolçusu. Mən tanınmış futbolçusu olmaq istəyərdim. Yaxşı, bu dəqiqələrdə məndən bərabər idi. Sənin üçün veriliş necə təəssürat bağışladı? Necə istər keçirdi? Yaxşı idi. Rahat idimi? Suallarım falan. Uğurlar arzu edirəm eşqin. Çılğın futbolçu olsan da, çox şən, məzəli futbolçusan. Sən həzır cavabsan, əsas budur. Xarakterin dəmir kimidir, polad kimidir. Uğurların bol olmasını istəyirəm, əziz eşqincan. O qədər uğurların olsun ki, sahib bitirə bilməyəsən. Bütün zirvələr ayaqlarımın altında qalsın. Uğurlar arzu edirəm, təşəkkür edirəm, minnətdarım.